Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Dünənləri, yəni iyun ayının 3-ü söz verdiyim kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Milli Hidrometeorologiya Xidmətində müsahibəm oldu. Müsahibə çox maraqlı keçdi, çox ətraflı məlumat aldım, çox savadlı mütəxəssislərlə görüşdüm. Bir şey də qeyd edim ki, məni şəxsən Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə xanım qəbul etdi və çox səmimi bir görüş keçdi və buna görə Gülnarə xanıma şəxsən təşəkkürümü bildirirəm. Müsahibəni isə Situasiya Mərkəzinin direktoru Şəbnəm Qurbanovadan aldım və Şəbnəm xanım da çox ətraflı şəkildə iqlim dəyişikliyinin səbəbləri, fəsadları və bütün bunlar haqqında bir mütəxəssis kimi ətraflı məlumat verdi. Dəyərli izləyicilər, yaxın günlərdə montaj işləri bitən kimi dərhal həmin müsahibəni Təbii İntellekt kanalında paylaşacağım. Kanala abunə olmağı, xüsusən də bildiriş butonunu aktiv etməyi unutmayın. Çünki hər yeni video yüklənəndə dərhal sizə xəbərdarlıq gəlsin və videoları da bəyənib paylaşmağı da unutmayın. Növbəti videolarda görüşənədək.